Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Sürəddin Hümbətov vəfat edib. Milli Az xəbər verir ki, o bu gün 68 yaşında dünyasını dəyişib. Hümbətov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkilmiş. Qeyd edək ki, mərhum Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Uzun illər diasporla iş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışıb. 2017-ci ildə Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunub. Allah rəhmət eləsin.